Bu videoda Avropanın iqlimi haqqında danışacağıq. Avropa bilirik ki, ən kiçik qitələrdən biridir və Avropanın iqliminə təsir göstərən amil onun sahil xəttlərinin çox girintili-çıxıntılı olmasıdır. Əsas amil yəni budur. Sahillərdə çoxlu dəniz və körfəzlərin olması onun iqlimini daha da mülayim edir və sahil xəttləri boyunca daha çox yağıntı almasına səbəb olur. Bundan əlavə onun sahillərindən keçən Atlantik okeanından keçən isti Norveç cəryanı və Şimali Atlantika cəryanıdır ki, onun iqlimini daha da mülayimləşdirir və həmin Qərbi Avropaya yağıntıların düşməsinə səbəb olur. Bəs Avropanın ən çox yağıntı alan hissəsi harasıdır? Bu Dinar dağlarıdır. Balkan yarımadasında yerləşən Dinar dağlarının ətəklərinə çoxlu miqdarda yağıntı düşür. Avropanın iqlim qurşaqlarına nəzər salaq. Hansı iqlim qurşaqlarında yerləşir Avropa? Deməli, bunlar cənubda subtropik iqlim qurşağı, subtropik. Sonra gəlir böyük bir hissəni mülayim iqlim qurşağı tutur. Daha sonra isə nisbətən kiçik bir ərazidə deməli subarktik iqlim qurşağı və ən şimaldakı adaları isə arktik iqlim qurşağında yerləşir. Subtropik iqlim qurşağının Aralıq dənizi iqlimi tipi buraya üçün hakimdir. Aralıq dənizi iqlimi tipində biz bilirik ki, qışda yağıntılar düşür, qış rütubətli keçir, yay isə tropik hava kütlələrinin bura daxil olması ilə əlaqədar olaraq isti və quru olur. Aralıq dənizi iqlimi tipində burada sitrus meyvəçiliyi üstündür. İtaliya üzümə görə, İspaniya isə zeytuna görə dünya lideridir. Daha sonra mülayim iqlim qurşağı gəlir. Mülayim iqlim qurşağının burada mülayim dəniz, mülayim kontinental növləri yayılmışdır. Mülayim dəniz iqlim tipində il boyu rütubətli olur, yağıntılar bərabər düşür və qış aylarında temperatur mənfiyə enmir, sıfıra yaxınlaşa bilər, amma yəni ki, mənfiyə enmə burada çox az hallarda qeydə alınır. Amma mülayim kontinentalda yerləşən şəhərlərdə isə, ölkələrdə isə deməli iqlim nisbətən dəniz iqlim tipinə baxmış sərt olur. Yayda isti və qışda isə temperatur daha soyuq olur. Bundan əlavə deyə bilərik ki, deməli mülayim iqlim qurşağından qərbdən şərqə doğru getdikcə kontinentallıq artır. Bu da nəyə görə baş verir? Okean və dənizlərdən uzaqlıqla əlaqədardır. Daha sonra subarktik iqlim qurşağından danışaq. Subarktik iqlim qurşağı əsasən şimaldakı adalar və Skandinav yarımadasının çox kiçik bir hissəsini əhatə eləyir. Burada qeyri-bərabər düşən yağıntılar yayda mülayim hava kütlələrinin təsiri ilə maksimuma çata bilir. Qışda isə arktik hava kütlələri daxil olduğu zaman temperatur soyuq keçir və quru olmasına, hava şəraitinin yəni quru olmasına gətirib çıxarır. Arktik iqlim qurşağı isə Şimal Buzlu Okeanının adalarında yerləşir və burada yalnız yay aylarında temperatur sıfırdan yuxarı qalxa bilər. Burada 2 dənə diaqramımız var. 9-cu sinif dərsliyinə əsasən. Birinci diaqramımız London şəhərini göstərir. İkinci isə Moskva, Rusiya ərazisidir. Bunlar hər ikisi mülayim iqlim qurşağının diaqramıdır. Sadəcə olaraq London mülayim dəniz iqlim tipində yerləşir bilirik. Və burada fikir versək görərik ki, temperatur mənfiyə düşmür və yenə yay aylarında temperatur yüksəyə qalxır, yəni yay isti olur. Qışda isə sıfıra yaxınlaşır, amma mənfiyə düşmür temperatur. Bu da yəni rütubətli iqlim olduğu üçün baş verir. Rusiyada isə, yəni Moskva şəhərində mülayim kontinental iqlim tipi hakimdir və orada qış aylarında fikir versək görürük ki, temperatur mənfiyə düşə bilir.